Salam əziz kanal izləyiciləri. Mən bugün sizə Dövlət İmtahan Mərkəzinin test toplusu olan 9-cu siniflər üçün olan test toplusundan Transform zaman formalarının izahını verəcəm. Testləri izah elədikcə həm də qayda haqqında da məlumatlar verəcəm. Çünki hər testdə rast gəldiyimiz qayda haqqında. Birinci testimizə başlayırıq. Biz burada yəqin ki, qaydanı oxuyursa siz də görə bilərsiniz. Biz burada Venn bağlayıcısını görürük. Bağlayıcı olan isə sadə zamanda olar deyə A variantını və C variantını atarıq. Sonra bu cümlənin ya bizim burada BY variantımız ola bilər, ya da D variantımız zamana görə. Baxırıq sonra digər tərəfdə bizə apostrof L veribsə, bizə bu artıq bilirik ki, gələcək zamanda, yəni shall will formasıdır. Ona görə də biz when keçmiş zamanı atarıq. Çünki keçmiş zamanla gələcək zaman uzlaşmaz. Ya B variantımızdır, ya da Y variantımız. Bu zaman bizim tərcümə ehtiyacımız var. Deyir Jane Londona gedəndə o çoxlu deyir görməli yerlərə gedəcək. Ona görə də düzgün cavabımız burada olacaq G variantı təsdiq forması. İkinci testimizə baxırıq. Bu test məhsul növdədir. Məhsul növdə çünki to be üstəgələ fe'l və 2 formasından görürük və cümlədə də həmişə əgər tamamlıq mübtəda yerinə gəlibsə, ikinci cümlədə tamamlıq yoxsa, bu zaman da tərcümədən çıxır ki, bu məhsul növdədir. Cümlədə məhsul olduğu üçün ən azından zamana görə uzlaşmamızı edirik. Yesterday keçmiş zamandadır. Keçmişdə olduğuna görə A variantı, C variantı gələcək zaman, B variantı indiki sadə zaman formalarını atırıq. Ya was-dur, ya da were formasını axtarırıq. Bu zaman uzlaşma qaydası yadımıza düşəcək ki, clause sözümüz cəmdədir. Cəmdə olduğuna görə cəm axtarırsaq D variantı were both götürəcəyik. Üçüncü testimizə baxırıq. Yenə bizə ipucunu axtarırıq. Bizə last verib keçmiş zaman. Keçmişdə olduğuna görə B variantı, C variantı və Y variantını atarıq. Bu cümlədə məhsul növdədir. Çünki deyir ki, qəzetlər keçən bazar bizim evimizə gətirildi deyirik. Qəzetlər də burada bizi cəmdə verib deyinə A variantını atsaq, cavabımız D variantı və brought forması götürəcəyik. Növbəti 4-cü testimizə baxırıq. 4-cü testimizdə ipucumuz tomorrow sözünü verib gələcək zaman. Gələcək zamanda biz tomorrow verdiyinə görə will axtarsaq düzgün cavabımız C variantı will be packed olacaq. Deyir, onun bütün yükü sabah qablaşdırılacaq. 5-ci testə baxırıq. İpucu burada fikir verirsiniz, in the 50 years verib, yəni 50-ci illərdə. Ümumiyyətlə bizə iminini yesterday, lastdır, once verə bilər, yəni ago verə bilər. Bu bizim imini keçmiş zamanı ifadə elədiyi kimi, illər də bizim keçmiş zamanı ifadə edir, amma keçmişə aid olan illər. Bizə də burada 50-ci illər dediyinə görə keçmiş zaman axtarsaq, C, Y, D variantını atarıq. Ya A variantı, ya da B variantımız olar. Bu zaman yenə baxırıq, of-un əvvəlində diqqət etsəz burada book verib, kitab sözümüz təkdə olduğuna görə was published götürərik. İndi bəzi şagirdlər burada record sözünə görə çaşa bilər, yəni fikirləşərlər ki, cəmdir. Amma biz uzlaşma qaydasından yadımızdadır ki, of sözünü gördükdə onun əvvəlinə baxırıq. Fərq eləmir. Söz ünlərimizi görəriksə, biz bu zaman onun əvvəlindəki isimlə xəbəri uzlaşma eləyərik. 6-cı testə baxırıq. Yesterday bizə verib keçmiş zaman. Keçmişdə olduğuna görə biz indiki zamanda olan variantlarımızı atmalıyıq. Olacaq burada C-ni, D-ni və Y variantını atdıq. Ya bizim A variantımız, ya da B variantımızdır. Bir qaydanı da buradan yadınızda saxlayın, qeyd kimi götürün ki, əgər cümlədə and bağlayıcısını verərsə, and bağlayıcısından hər iki tərəfində ayrılıqda zaman zərfi yoxdursa, birinci tərəfə keçmiş sadə götürmüşəmsə, ikinci tərəfdə mütləq keçmiş sadə götürməliyəm. Və yaxud da indiki sadə götürmüşəmsə, digər tərəfinə də indiki sadə götürməliyəm. Ona görə düzgün cavabımız burada A variantıdır. Burada necə biraz qaydasız fe'llər köməyizə gəlməlidir ki, send D olanda indiki zamandır, bu sent T olanda keçmiş zamandır. Növbəti testimizə baxırıq. 7-ci testimizdə. Demək, 7-ci testimizdə bizdə yenə uzlaşmaya baxaq. When bağlayıcısını verib, demək, bağlayıcı olan hissəni sadə zamanda axtarırıq. İndi biz sadə zamanda deyəndə bəzi şagirdlərə əzbər çıxməzbəri ki, sadə deyirsə, yəqin ki, bir sözdən ibarət ola bilər. Bu məhsulda olduqda artıq bu iki sözdən ibarət ola bilər də. Məsəl üçün, are signed, is signed fərq eləmir, bu formalarda deyirəm. İndi when bağlayıcısı olan hissəni sadə zaman axtarsaq, bizim burada bir dənə atacağımız variantımız C variantı olacaq. Çünki gələcək zaman when bağlayıcısı olan hissədə işlənə bilməz.
Sonra başqa nədən ixtisar eləyə bilərik? Agreement təkdə verdiyinə görə biz cəmləri atsaq A-da V gedər və D variantda A sinit gedər. Ya bizim burada B variantımızdır, ya da Y variantımızdır. Bu zaman əvvəlki cümlədən özümə ixtisar axtarıram. Bizə də ipucu burada will verib, gələcək zaman verdiyinə görə götürəcəyik Y variantı. Tərcüməsi belə gedir ki, müqavilə imzalananda heyət deyir Londonu tərk edəcək. 8-ci testə baxırıq. Burada yenə bizə ipucu if bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə axtarsaq, B-də will catch və Y variantı won't catch-ı atarıq. Sonra ikinci tərəfdən ipucuna baxırıq, will gələcək zaman verib. Gələcək zaman verdiyinə görə C variantı keçmiş zamanda atarıq. Qalır bizim burada əlimizdə iki variantımız A və D. İndi tərcümədən ortada çıxaq görək nə gələcək. Əgər deyir erkən qatara deyir, yəni lap tezdən olan qatara deyir çatsa, o vaxtında burada olacaq. Elə düzgün variantımız A variantı. 9-cu testə baxırıq. İpucumuz indi sizə çaşdıra bilər burada last year. Last year görüb keçmiş zaman avtomatik götürəsi olsaq bizim C variantımız olar. Amma bizə last year-in əvvəlinə həmişə diqqət edin. Əgər since bağlayıcısına veribsə, demək ki, biz burada mütləq indiki bitmiş axtarmalıyıq. Yəni, have has üstə gələk fe'l sifət 2 formasını. O da olacaq Y variantı. Olur, have you worked in this office since last year? Deyir ki, sən keçən ildən bəri bu ofisdə işləmisən. Fikir verin, last keçmişdir, amma bəri dediyinə görə artıq indiki zamana meyilli olduğuna görə, ona görə indiki bitmiş adlanır. Növbəti testimizə baxırıq. Demək 10-cu testimizə. Yenə ixtisar axtarsaq, baxırıq burada yenə while bağlayıcısını bizə verib. While bağlayıcısı olan isə keçmiş sadə zamanda verib. Keçmiş verdiyinə görə demək mütləq birinci tərəfdə keçmişdə olmalıdır. Ona görə biz A-nı, B-ni və D variantını atarıq. Did hər ikisində var. Amma qaydamızda belə bir qeyd yadımızdadır ki, biz keçmiş zamanın sualını və inkarını düzəldərkən fe'l indiki zamana, yəni öz məsdər formasına qayıtmalıdır. Yəni biz burada didə görə took deyil, biz take formasını götürməliyik. Fərq eləmir, istəyir şagirdlərim. Do da görsəz, does da görsəz, did də görsəz, fərq eləmir. İçərisində həmişə fe'lin öz formasını, yəni məsdər formasını axtarmalısınız. 11-ci testə baxırıq. While bağlayıcısını yenə biz burada gördük. While bağlayıcısı olan hissənə V keçmiş zaman verib. Keçmişdə verdiyinə görə keçmiş axtararıq. Ona görə A, C, Y-ni atarıq. Ya B-dir, ya da D variantımızdır. B variantı düzgünümdür. Çünki yenə diddən istifadə edildiyinə görə fe'lin sonunda id şəkilçisini atmalıydı. 12-ci testə baxırıq. Cümlədə 100% məhsulluq var. Həm bydan görünür burada. Yəni cümlədə məhsulluq olduğu. Cümləmizin ipucumuz lastdır. Keçmiş zamandadır. Keçmiş zamanda olduğuna görə C-ni, D-ni və Y variantını atarıq. Yəni sizə bu sinit sözündəki id şəkilçisi çaşdırar. Yəni ondan qarışmayın. Çünki bizə əsas ikili testlərin birinci tərəfi bizə lazım olur. Sonra baxırıq ki, burada document sözümüz cəmdədir. Cəmdə olduğuna görə A variantı və sinit forması götürülür. 13-cü testə baxırıq. 13-cü testimizdə demək ipucu axtarsaq, biz when bağlayıcısını görərik. When bağlayıcısı olan hissəni sadə zaman axtarsam A-nı, D-ni və C variantını atarıq. Ya got keçmiş zamandadır, ya da get indiki sadə zamanda olmalıdır. Sonra testdə biraz diqqət eləsək, birinci tərəfi axtarsaq, baxın burada looked verib keçmiş zamanda. Keçmiş verdiyinə görə B variantı got formasını götürəcəyik. Növbəti testə baxırıq, 14-cü testimizə. Bizə before bağlayıcısını verib ipucu. Before bağlayıcısı olan hissədə sadə zamanda özü verib, leave formasında. İndi bu sadə zamanı biz tutmalıyıq görə indiki zamandadır, yoxsa keçmiş zamandadır. Leave indiki zamandadır, keçmişdə left olur. Ona görə indiki olduğuna görə A variantında V-nü, sonra keçdik buradan digər tərəfə uyğun zamanı have atarıq. Ümumiyyətlə before bağlayıcısı olan yerdə have uzlaşması ola bilməz. Əlimizdə qalıb sonra digər variantlarımız. Bu zaman baxırıq tourist cəmdə olduğuna görə B variantı visit formasında atarıq. İndi bizim burada to be going to ifadəsi var. O da biraz gələcək zamanı bildirir. Y variantında da will visit-ə gələcək zamanı bildirir. İndi ixtisarı necə eləyərik? Əgər diqqət eləsək, qayda yadımıza düşsə ki, to be going to deyirsə, bizə fikir versəz burada, yəni are going-dəsə to visit verməli idi. Ona görə vermədiyinə görə düzgün cavabımız Y variantı will visit forması idi. Yəni oradan ixtisar eləyə bilərik. Tərcümə deyir ki, onlar Venesiyanı deyir tərk etməmişdən əvvəl turistlər deyir çoxlu maraqlı, daha doğrusu bir neçə maraqlı yerlərə səyahət edəcəklər. 15-ci testimizə baxırıq. Yenə bizə ipucu when bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə axtarırsaq, burada bir dənə ixtisar olunası A variantımız var.
Tək və cəmə görə ixtisar eləsək, rainforest cəmdə olduğuna görə biz burada C variantı was və Y variantı is-də ixtisar eləyərik. Sonra bu testə baxırıq, indiki və keçmişə görə ayırsaq, increase indiki sadə zamanda verdiyinə görə digər tərəfdə indiki axtarsaq B variantını götürəcəyik. Deyir, cəngəlliklər məhv olanda cümlə məhsuldadır. Kim tərəfindən məhv olur bilmirik. Cəngəlliklər deyir, məhv olanda deyir, səhralar sürətlə artır. 16-cı testə baxırıq, yenə bizə ipucu Venn bağlayıcısını verib. Bağlayıcı verən hissəni biz sadə zamanda əslində axtarmalıyıq. Öz amma sadədə verib, rigid keçmiş zamanda verib. Demək, digərinə keçmiş axtaracaq. Bizim də digər keçmiş zaman olub, bir dənə A variantımız var. 17-ci testdən davam edirik. Yenə bizə ipucu kimi burada Venn bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zaman axtarsaq, A variantını, D variantını, Y variantını atmıram. Bəlkə yəni şagirdlərin yadına düşər. 7-ci sinif dərsliyində belə bir qayda var ki, Venn bağlayıcısı olan hissədə əgər hərəkət davam edici formadadırsa, yəni davam edən bir hərəkətdirsə, bu zaman biz Venn bağlayıcısı olan hissəni keçmiş davam edici zaman götürə bilərik. Ona görə də Y variantını da atmıram. Hər üç variant qalır. Yəni biz əslində qaydada həmişə əvvəlki illərdə belə şagirdlər əzbərləyirdi ki, bağlayıcı olan hissədə həmişə sadə zaman götürürük. Amma Venn bağlayıcı olan hissədə yadınızda qalsın, was və üstəgələ feilin sonunda ing şəkilsi, yəni davam edici zaman götürə bilərik. Yəni ona görə heç vaxt onu atmırsınız. Sonra uzlaşmaya baxırıq. Cümlənin birinci tərəfinə gələcək zaman verib, gələcək zaman verdiyinə görə indiki zaman axtarsaq, C variantı finishes formasını götürəcəyik. Deyir ki, o işini deyir qurtaranda Nick deyir öz essesini yazacaq. 18-ci testə baxırıq. Yenə bizə ipucu kimi burada if bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zamanda axtarsam, yenə B variantını, Y variantını ixtisar eləyərəm. Didn't, doesn't, don't da bunlar da sadə zaman olduğuna görə heç vaxtı atmırıq. İkinci tərəfə baxırıq, bir gələcək zaman verib, gələcək zamanı indiki zamanı uzlaşdırsaq düzgün cavabımız A variantı olacaq. Əgər sən deyir saat 5-də deyir tərk eləsən, sən təyyarəyə çatacaqsan. 19-cu testə baxırıq. Cümlənin sualı verib indiki bitmiş zamanda. İndiki bitmiş zamanda sual verib ki, sən Madriddə deyir səyahət etmisən. Əvəzində isə qayıdır bəli deyir. Bəli deyib ardından keçən, last year keçən il verdiyinə görə keçmiş sadə zaman axtarsaq B variantı visit formasına götürəcəyik. Növbəti 20-ci testimizə baxırıq. 20-ci testimizdə baxırıq ipucunu verib bizə last verib. Last keçmiş zamandır. Keçmiş zamanda olduğuna görə bizim burada A variantı və D variantı əlimizdə qalır. Digər variantları atarıq. Sonra bizə qayda yadımıza düşür ümumi sual cümləsindən ki, bizə əgər yes deyilsə ardından təsdiq, no deyilsə ardından inkar gəlir. Bizə də yes dediyinə görə təsdiq axtarsaq düzgün cavabımız D variantı C olacaq. 21-ci testə baxırıq. Venn bağlayıcısını verib, bağlayıcı olan hissəni sadə axtarsaq, gələcək sadələri B və Y variantını atarıq. Cümlənin birinci tərəfinə ipucu axtarsaq, A verib indiki sadə zamanda, biz ona görə D variantını götürəcəyik. 22-ci testə baxırıq. Venn bağlayıcısı olan hissəni yenə sadə zamanda axtarmalıyıq. Ona görə A variantını, Y variantını ixtisar edirik. Birinci tərəfinə də indiki zaman verdiyinə görə A-dan tuturuq. Biz digər tərəfdən indiki axtarsaq B variantı olacaq. 23-cü testə baxırıq. Venn bağlayıcısı olan hissəni sadə zamanda özü verib və keçmiş sadə zamanda. Demək, mütləq biz əvvəldə keçmiş axtarmalıyıq. Ona görə D variantı lived formasını götürəcəyik. Növbəti 24-cü testə baxırıq. 24-cü testimizdə yenə bizə Venn bağlayıcısını verib ipucu. Venn bağlayıcısı olan hissəni və keçmiş saatdə verib. Digər tərəfinə keçmiş axtarsaq, əlimizdə bir dənə qalıb D variantı state forması. 25-ə baxırıq. Yenə Venn bağlayıcısını verib ipucu. Venn bağlayıcısı olan hissəni told, keçmiş sadədə verib. Digər tərəfdə keçmiş axtarsaq, bizim keçmiş zamanda bir dənə var, didn't believe forması. Yəni zaman qaydası elə bir şeydir ki, elə bir qaydadır ki, yəni onu ancaq zaman zərflərini və ixtisar yollarını öyrənsəz, testin eləmək çox rahatdır. 26-cı testə baxırıq. While bağlayıcısını verib bizə. While olan hissəni özü və keçmiş zamanda verib. Demək, əvvəldə keçmişdə axtarmalıyıq. Bizim burada keçmişdə olan bircə dənə B variantımız. Didn't visit forması var. Sonra növbəti 27-ci testə baxırıq. 27-ci testdə demək, bağlayıcımız bəli var, if bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zaman axtardığımıza görə biz burada heç bir variantı bir dənə B-ni atarıq ixtisar kimi. Sonra burada A variantı wasn't improving-i atırıq. Çünki if bağlayıcısı olan hissə davam edici zaman olmaz.
C, D və Y variantı üzərində qalırıq. Sonra baxırıq the weather hava təkdə olduğuna görə don't improve formasında atdıq. İndi zamanlara görə uzlaşma edirik. Əgər birinci tərəfdə bizə will veribsə, biz digər tərəfi də indiki zaman axtarsaq, düzgün cavabımız C variantı olacaq. 28-ci testə baxırıq. 28-də demək bağlayıcımız yoxdur. Amma bizə zaman zərfimiz var. Baxın, ago verib keçmiş sadə zamanda, keçmiş sadə verib deyinə, zaman zərfini verib deyinə, biz də keçmiş axtaracağıq. Ona görə biz burada ya A-dır, ya da B variantımızdır. Bu zaman baxırıq, and bağlayıcısı əgər cümlənin üzünə görə mübtədada and bağlayıcısı varsa, xəbərimiz mütləq cəmdə olmalıdır. A variantı və left götürəcəyik. 29-cu testə baxırıq. Bizə ipucumuzu verib last month, keçən ay. Keçmiş sadə zamandır. Keçmiş sadə zamanda, indi saat sizi biraz çaşdıra bilər. Amma bizə verib ki, keçən ay hər gün saat 10-a qədər, yəni axşam 10-dan söhbət gedir. Keçmiş zamanda olduğuna görə, yəqin ki, burada A variantı və söhbət forması götürəcəyik. Çünki mealsi də bizə cəmdə verib, ona görə. Hər ehtimala növbəti variantlarına da baxaq, amma yəqin ki, orada A variantımız olacaq. Bəli, burada da Y variantında was verib keçmiş zamanda, amma təkdə verdiyinə görə səhvdir. 30-cu testə baxırıq. Burada yesterday keçmiş zamanda verib. Bu Z ilə başlayan cümlələrdir. Hansı ki, Z ilə başlayan cümlələrdir. There is, there was, there are, there were, bir də there will be. Biz 5 dənə formanı axtara bilərik. Bitmişdə axtarsaq, əlbəttə ki, there have been, there has been, bunları da axtara bilərik. Amma ən çox işlənən bu 5 formamızdır. Sonra baxırıq burada, yesterday keçmiş zaman deyirsə, there was və there were axtarmalıyıq. Bu zamanda baxırıq, a lot of works cəmdə verdiyinə görə və götürsək, düzgün cavabımız G variantı. 31-ə baxırıq, last verib keçmiş zamanda. Keçmiş zamanda bizim bircə dənə variantımız ya B-dir, ya da D variantımızdır. Digərlərini ixtisar edirik. Sonra belə bir qayda yadımıza düşür ki, didn't olan yerdə feilin took deyil, onun take, indiki zamanını axtarmalıyıq. Düzgün cavabımız B variantı olacaq, took part formasında. 32-yə baxırıq. Yesterday dünən keçmiş zamanda verib. Keçmişdə olduğuna görə biz burada A-nı, B-ni, C-ni və Y-ni atarıq. Bir dənə keçmişdə D variantı sent formasını verib. Növbəti testə baxırıq. 33-cü testdə. Həm burada bağlayıcı verib, ona görə uzlaşmamızı eləyərik. Həm də başlıq onsa indiki sadə zamanla başlayıb. When bağlayıcısını verib, bağlayıcı olan hissələrinə arrives indiki sadədə verib. Demək, digər tərəfini biz gələcəkdə götürə bilərik. Düzgün cavabımız burada olacaq A variantı. Əslində, bağlayıcının digər tərəfini biz indiki sadədə də götürə bilərik. Sadəcə burada fikir versək ki, cruise təkdə verib, amma bizə solve verib. Bizi S şəkilsinə verməli idi. Çünki 3-cü şəxsin təkində feilin sonu S qəbul edir. Gəldik 34-ə. İndi bizi ilk növbədə yesterday burada fikrimizi çaşdıra bilər. Çaşmayaq deyə bizə Snowbit formasında verməyib onsuz da. Çünki yesterday keçmiş sadə zamanın zaman zərfidir. Bayaq da testlərin birində gördük ki, since yesterday verib. Since yesterday o demək ki, dünəndən bəri. Bu artıq indikiyə doğru hesablanır. İndiki bitmişə doğru, fərq eləmir də. Amma yesterday-nin əvvəlində that time versə, artıq keçmiş davam edici zamandır. Ona görə olacaq burada C variantımız. 36-cı testə baxırıq. 36-cı testdə, daha doğrusu 35-ci testə. 35-ci testə baxırıq. Bizə last verib keçmiş sadə zaman. Keçmiş sadə zaman verdiyinə görə variantları ixtisarləsək C-ni, B-ni və Y variantını atarıq. Sonra didn't olan yerdə wist'də də ed artıra bilmərik deyinə səhvdir. İxtisar eləməliydik. Düzgün cavabımız D variantı olacaq. 36-cı testə baxırıq. As soon as bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə axtarsaq, demək, B variantı davam edici zamanı atarıq və Y variantı will ring formasını atarıq. Birinci tərəfə baxırıq. Will gələcək zaman verdiyinə görə A variantı keçmiş zamanda atarıq. Ya ringsdir, ya da ringdir. Bu zaman baxırıq. Zebel təkdə olduğuna görə rings formasını götürəcəyik. Çünki 3-cü şəxsin təkindədir. Növbəti testimizə baxırıq. 37-ci testimizdə. 37-ci testimizdə next verib. Yəni, next-i uşaqlar çox rahat tapırlar, gələcək zamandadır. Ona görə A variantı will meet formasıdır. 38-ə baxırıq burada. Bizə düzgün zamanı seçməliyik. Qaydamızda bir qeydimiz var ki, in həm indiki, həm keçmiş, həm də gələcək zamanın zaman zərfi işlənə bilər. Biz ona görə bura həm does, həm did, həm də will do götürəcəyik. İndi gəlin tərcümələrə baxaq. 1, 2, 4 variantımız Y variantı. Deyir ki, qız səhər erkəndən idmanını edir. Biri götürürəm.
Etdi deyib 2-ni götürə bilərəm. Edəcək deyib 4 də götürə bilərəm. 39-a baxırıq. Yes dedi dünən keçmiş zamanda verib. Keçmiş zamanda olan zaman zərfimizə görə bir dənə olur burada B variantı cried forması. Növbəti 40-cı testimizə baxırıq. Yenə bizə burada last verib, keçmiş sadə zaman verib. Bizim düzgün cavabımız burada olacaq. A variantı. Did olan yerdə də spent T forması D-yə qayıdır. 41-ci testə baxırıq. Yes dedi dünən keçmiş zamanda verib. Keçmiş zamanda olan bir dənə C variantımız had var. 42-ci testə baxırıq. Bizə burada last verib, keçmiş zamanda verib. Keçmiş zamana diqqət eləsək, bizim burada bir dənə keçmiş zamanda var. B variantımız sol forması. 43-cüyə baxırıq. Əqo verib keçmiş sadə zamanda. Keçmiş sadə zamanda D variantı arrived götürərik. 44-ə baxırıq. Yenə bizə when bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zaman axtarası olsaq, biz burada C-ni, Y variantını ixtisar edərik. Uyğunlaşma ilə artıq özümüz yaratmalıyıq. Enter keçmiş zamanda, will see gələcək zamanda A variantımız olmaz. B variantını enter keçmiş zamanda, have, has müstəqil participle to, indiki bitmiş zamandır. Heç vaxt yadınızda saxlayın, bağlayıcılar olan cümlədə indiki bitmiş zaman götürməyin. Çünki have has müstəqil participle to-nu biz bağlayıcı kimi yalnız sinsi görəndə istifadə edirik. Ona görə də həmişə belə testlərdə ilk ixtisar edildiyiniz o olsun. B-ində ixtisar edirik, cavabımız qalır D variantımız. Növbəti testə baxırıq, 45-ci testdə. Last verib keçmiş zaman, keçmiş zamanda verdiyinə görə biz burada A-nı, Y-ni və D-ni ixtisar edərik. Ya was-dur, ya da were variantımızdır. A lot of money, pul sözümüz təkdə olduğuna görə B variantı was spent formasını götürürük. 46-da baxırıq, əqo keçmiş zaman verib, keçmiş zamanda verdiyinə görə A-nı, B-ni və Y variantını ixtisar edərik. Bizə left forması qalır. İkinci tərəfə baxırıq. Birincisi, ipucundan burada tutarıq. Eni var. Eni olan cümləmiz də inkarda olduğuna görə cavabımız C variantını götürə bilərik. Bizə də since verib. İndiki bitmiş zaman axtarsaq, yenə də bizim C variantımız olur. Əslində D variantımız olardı. Amma eni olan yerdə heç vaxt təsdiq forma götürmürük. 47-yə baxırıq. Yes dedi bizə keçmiş zamanda verib. Keçmiş zamanda bizə C variantı about forması var. Dünən deyir, mənim bibim yeni bir qol saatı aldı. Növbəti 48-ci testə baxırıq. 48-də before bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zaman axtarsaq, biz A variantına will rise-ı, B variantda bayaq dedik ki, indiki bitmiş zamanı, yəni have has participle to-nu heç vaxtı bağlayıcı olan cümlələrə götürməyin. Atırıq, ixtisar eləyirik. C variantı will rise-da atarıq. Ya bizim D variantımızdır, ya da G variantımızdır. Bu zaman baxırıq. Y variantımız niyə deyil? Çünki he verdiyinə görə təkdə axtarsa reaches formasına verməli idi. Ona görə səhvdir. Düzgün cavabımız D variantı olacaq. 49-cu testə baxırıq. Bizə when bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə axtarsaq, biz burada B-dəki welcome-ı və Y variantındakı welcome-ı ixtisar edərik. Sonra başqa nələr ixtisar edə bilərik? A variantı was keçmiş zamanda comes indikidir. Ona görə ixtisar olunar. C-ni saxlayırıq, D-ni saxlayırıq. Sonra buradan da baxırıq ki, Mary üçüncü şəxsin təkində olduğuna görə C variantını götürərik. Was digər tərəfinə də came formasında. Bundan da əlavə bizə cümlədə də fe'l sifət told verib. Bu cümlə told keçmişdə verməyib ha. Yəni siz fikrinizi qarışdırmasın. Məhsul növdədir. Demək bunun əvvəlinə to be, üstə görə fe'l sifət 2 axtarmalıyıq. Ona görə biz burada tolda mən fikir vermədim. Yoxsa əvvəlindən məsələn toldla ixtisar da edə bilərik keçmiş zaman. Amma told burada fe'l sifət 2 mənasını verir. Ona görə də götürmürük. 50-ci testdə bu tabisiz mürəkkəb cümlədir. Çünki bizdə ayrı-ayrı zaman zərfləri verib cümlələrdə. Birinci tərəfdə usual, indiki sadə zaman, ikinci tərəfdə yestədir, keçmiş sadə zamanda verib. Yəni burada uzlaşma olmur. Yəni mən birinci tərəflə mütləq ikinci tərəfi uzlaşdırım, belə bir qayda yoxdur. Ona görə də birinci tərəfə öz zamanına görə uzlaşma eləyirəm. Usual, indiki sadə zamanda olduğuna görə B variantı davam edici zamanı atarıq. Xüsusən üçüncü şəxsin təkində olduğuna görə have formasında atırıq. Usually əslində keçmiş sadə zamanda da istifadə olunur deyəni ixtisarını eləmirəm. Amma ən çox indiki sadə olduğuna görə buradan ixtisar edirəm, gedir. Sonra ikinci tərəfə baxırıq. Yestədir keçmiş zamanda verdiyinə görə biz burada didn't da götürə bilərik, had da götürə bilərik. Amma A variantında didn't-dan sonra had deyil, onun have forması olmalıdır. Yəni bayaq əvvəlki testlərdə dedim, istəyir didn't olsun, doesn't olsun, don't olsun. Feilin həmişə öz formasını axtarmalıyıq, məstər forması. Ona görə də C variantıdır.
51-ci testimizə baxırıq. Yenə usual verib indiki sadə zamanda biz A-nı, B variantını açsaq, İkinci tərəfə baxırıq. Didn't olan yerdə had olmaz, have olmalı deyə səhvdir. D variantında bizə has had indiki bitmiş zamanda səhvdir. Çünki yesterday olan yerdə indiki bitmiş zaman olmaz. Düzgün cavabımız Y variantıdır. Birinci tərəfə has indiki sadə, ikinci tərəfə yesterday'ə görə keçmiş sadə götürürük. Növbəti testə baxırıq. Növbəti testimizdə, demək 52-ci testimizdə bizə zaman zərfimizi verib, ipucu verib yesterday. Keçmiş sadə zaman. Keçmiş sadə zamanda da did götürsək, düzgün cavabımız Y variantını götürəcəyik. What did we have for breakfast yesterday? 53-ə baxırıq. While bağlayıcısını verib. Bağlayıcı olan hissəni was keçmiş zamanda verdiyinə görə digər tərəfi keçmiş axtararıq. Ona görə A variantını buradan ixtisar edirik, Y variantını da ixtisar edirik. While-da was və üstəgələ feilin sonu ing, yəni keçmiş davam et zaman işlənir deyil, ixtisar eləmirəm. Sonra başqa ixtisarıma keçirəm. Baxırıq burada did verdiyinə görə feilin sonunda idi, atılardı deyə D variantı ixtisar olunur. İndi burada şəxsə görə ixtisar eləsək mübtədamıza görə anyone təkli olduğuna görə və işlətməliyik. Ona görə düzgün cavabımız burada B variantı did anyone call forması qalır. 54-ə baxırıq burada bizə since bağlayıcısını verib. Since bağlayıcısını gözləyib həfəz axtarsaq A-nı, D variantını ixtisar edirik. Zey onlar cəmdədir deyə Y variantı ixtisar olunur. Sonra bizə ipucu burada verib no. No inkarlıq bildirir. Başqa inkar vasitə ilə işlənə bilməz. Ona görə düzgün cavabımız burada olacaq B variantı. Növbəti testə baxırıq. Növbəti testimiz 55-də. Demək, burada baxırıq and bağlayıcısını ipucu kimi verib istifadə edə bilərik. Ona görə and bağlayıcısı veribsə, cümlənin hər iki tərəfi ya keçmiş sadədə, ya da indiki sadədə olacaq. Başqa bir zaman zərfimiz yoxdur. Ona görə buradan indiki bitmiş zaman olan A variantını ixtisar eləyərəm. C variantda has started ixtisar eləyərik. D-də də have started formasını ixtisar eləyərik. Ya indiki olar, ya da keçmiş olar. Ona görə B və C variantımız əlimizdə qalır. Sonra baxırıq ixtisara. Fence cəmdədir, arrive olar. Amma match burada təkli olduğuna görə starts formasında verməli idi. Ona görə də Y variantımız səhvdir, cavabımız B variantı olur. Deyir, azarkeşlər stadiona gəlib çatdılar və oyun başladı. 56-cı testə baxırıq. Ven bağlayıcısı olan sinə sadə axtarası olsaq, demək, ümumiyyətlə A variantı bitmiş zamana ixtisar eləyərəm. B variantı da bitmiş zamana görə ixtisar eləyəsəm. D variantda da bitmiş zamana görə ixtisar eləyərik. Çünki biz demişik, bağlayıcı when'dir, while'dır, if, as soon as'dir, before, after. Bu bağlayıcılar olan hissədə heç vaxtı həfəz üstə participle olmur. Bu başqa. İkinci tərəfdən də başqa nə ixtisar eləyərik? When bağlayıcısı olan hissəyə gələcək zaman olmaz deyilən C variantda buradan ixtisar olunsa, əlimizdə qalacaq Y variantı. Arrived, bir də was leaving forması. 57-yə baxırıq. While bağlayıcısını verib, bağlayıcı olan hissəni while bağlayıcısını demək, həm keçmiş sadə zamanda da götürə bilərəm. Ondan sonra keçmiş davam edici zamanda da götürə bilərik. Digər zamanları ixtisar eləsəm, C variantı has zaman və D variantı is swimming formasını ixtisar edirik. Sonra uzlaşmalara görə ixtisar eləsək, B variantını ixtisar edirik. Çünki place indiki swim keçmiş zamanda olmaz. A variantı indiki bitmişdən keçmiş davam edici zaman uzlaşması deyə səhvdir. Düzgün cavabımız Y variantımızdır. Deyir ki, onun bacısı hovuzda was swimming üzərkən Mark da deyir, tenis oynayardı. Növbəti testimizə baxırıq. Növbəti testimiz 58-ci testimizdə. Yenə while bağlayıcısını bizə verib. While bağlayıcısı olan hissəni ixtisarlarını eləyək. Məsəl üçün, biz burada C variantını has watched-ə görə ixtisar eləsək, D variantı is watching-ə görə ixtisar edirik. Uzlaşmalara baxsaq, B variantında reads indiki ilə watched keçmiş zaman uzlaşmaz. Ümumiyyətlə, A variantında həfəzdə belə bir bağlayıcı ilə götürülmür. Düzgün cavabımız Y variantıdır. Bu while olan hissələri tərcümə edəcəm ki, keçmişlə keçmiş davam edicini fərqləndirəsiniz. Deyir ki, Marta deyir, televizora baxarkən Tom deyir, kitab oxuyurdu. Ona görə hər ikisi eyni anda olub Y variantı. 59-a baxırıq. Yenə bizə when bağlayıcısını verib. Bağlayıcıya görə ixtisarımızı eləsək, 3-dəki will finishi və 5-dəki will finishi atarıq. Çünki bağlayıcı olan yerə gələcək zaman ola bilməz. Bizim burada 3-5 variantlarımızı ixtisar edirik. Demək, ya 1-2 variantımızdır, ya da 1-4 variantımızdır. Bu zaman 4-ə biraz diqqət edək. 4-ə baxırıq, will gələcək zamanla finish keçmiş zaman verdiyinə görə səhvdir. Düzgün cavabımız 1-2-dir. İndi tərcümə edək bura. Həm indiki ilə gələcəyi uzlaşdırmışıq burada.
Həmişə birinci bağlayıcının zamanını deyir. Həm də keçmişdən keçmiş uzlaşdırmışıq. Deyir, onlar ev tapşırığını birinci ilə gedirəm. Qurtaranda gəzməyə gedəcəklər. Bu indikinə gələcək uzlaşdı. İkinciyə baxıram, onlar ev tapşırığını qurtaranda gəzməyə getdilər. Bu da keçmişə keçmiş götürürük. Növbəti 60-cı testə baxırıq. 60-cı testdə yenə bizə when bağlayıcısını verib, bağlayıcı olan hissəni ixtisarını eləsək, 3-dəki will here-lə 4-dəki will here-ni atarıq. Demək, 3 ilə 4 variantlarını biz burada ixtisar eləsək, cavabımız 1, 2, 5 qalır. Baxırıq, when ikinci səhvdə verdiyinə görə keçmişə keçmiş, 2-də here's indiki ilə will go gələcək, 5-ciyə bax, here's indiki ilə indiki zamanı götürürük. 61-ə baxırıq, V-ni birinci tərəfdə verib. Demək, birinci tərəfə ixtisar eləsək, biz B variantı will offer ilə C variantı will offer-ni ixtisar eləyirik. Sonra baxırıq, bayaq demişdik ki, indiki bitmiş zaman, yenə have, has, participle bu bağlayıcılı olan cümlədə olmaz. Ona görə Y variantı ixtisar olunur. Ya indiki A variantı olacaq, ya da keçmişə keçmiş D variantı. Bu zaman özümüz mübtədaya xəbər, ikinci mübtəda xəbər uzlaşması eləyirik. Zaman necə təkdə olduğuna görə offers verib olar. İkinci tərəfinə baxırıq. He verib bizə, amma refuse-a S-i verməyib. Yəni, verməli idi. Ona görə A səhvdir, cavabımız D variantı olacaq. Həmişə zaman saatın uzlaşmanı ixtisar eləyəndən sonra mütləq mübtəda xəbər uzlaşmasını eləyin. Növbəti 62-ci testə baxırıq. 62-də demək yenə bizə when bağlayıcısını verib. Bağlayıcı olan hissədə biz bayaq sizə yadınızda qeyd elədim ki, mən heç vaxt belə bir testdə was böstəklə feilin sonu ing, yəni keçmiş davam edici zaman ixtisar eləyənmərəm. Çünki when bağlayıcısı olan hissədə onu da götürə bilərik. Ona görə digərlərinə ixtisar eləsək C variantı is enter ixtisar eləyərik. Sonra D variantı həfəzə görə ixtisar eləyirəm. Y variantına saxlayıram. Demək, əlimizdə A da qalıb, B də qalıb, Y də qalıb. Sonra baxıram A variantına nəyə ixtisar eləyirəm? Is reading indiki ilə was enter keçmişi verib deyə səhvdir. Bu zaman baxırıq, mazə təkdə olduğuna görə ikinci mübtəda xəbər uzlaşmasını edirəm. Mazə təkdə olduğuna görə bizə ent-yə S verməli idi. Vermədiyinə görə səhvdir. Düzgün cavabımız Y variantı olacaq. 63-ə baxırıq. Yenə bizə when bağlayıcısını verib. Bağlayıcıya görə ixtisar eləsək, biz burada C variantını have left-ə görə ikinci tərəfin ixtisarına baxırıq da. D variantı will leave-i ixtisar eləyərik. Sonra baxırıq, B variantımız da səhvdir. Çünki sleeps indiki ilə was leaving ola bilməz. A variantımızda is sleeping indiki ilə left keçmiş zaman ola bilməz. Düzgün cavabımız Y variantı olacaq. Keçmişlə keçmiş davam edici zaman götürürük. Deyir ki, mən otağı tərk edəndə uşaq deyir, yatırdı. Tərk etmək, yəni davam edən bir proses deyil. Ona görə də sadə zamanda götürürük. 64-ə baxırıq. When bağlayıcısı olan hissəni özü fonet keçmiş saatdə verib. Demək, digərində keçmiş axtaracaq. Ona görə B-ni, C-ni və D variantını ixtisar edirik. Ya A-dır, ya da Y variantıdır. Bu də cəmdə olduğuna görə A variantı və discussingi götürürük. Sonra 65-ci testə baxaq. 65-də demək, bizi ipucu verib last. Keçmiş sadə zaman. Ona görə C-dəki will spend, B-ni və D-ni ixtisar edirik. Sonra did istifadə elədiyimizə görə feilin sonunda t olanmaz, çünki bu keçmiş sadədədir. Olacaq A variantı, did spend formasında. 66-ya baxırıq, last verib keçmiş zamanda. Biz ona görə A-nı, Y-ni və D-ni ixtisar edirik. Yenə B variantına baxırıq. Did olan yerdə feilin sonunda id-ni ixtisar eləməli idi. Cavabımız C variantı olacaq. Çünki sözün öz forması. 67-də next verib, bu daha rahatdır uşaqlar üçün. Ona görə A variantı will pay formasını götürəcəyik. Sonra 68-də Tamara verib gələcək zaman yenə will arrive formasını götürərik. Növbəti 69-cuya baxırıq. 69-da as soon as bağlayıcısını verib, bağlayıcı olan sən sadə axtaracaq. Ona görə A variantı ilə C variantını ixtisar edirik. She verdiyinə görə get'in sonunda S axtarmalıyıq. Y variantı buradan ixtisar olunur. Sonra baxırıq, burada will gələcək zaman verib, gələcəklə indikini uzlaşdırsaq, B variantı gets götürərik. 70-ə baxırıq, last verib keçmiş zamanda. Digər tərəfdən də usually indiki sadə verib. İndi uzlaşmaya baxırıq. Last keçmişdə verdiyinə görə vöküt götürsək, biz B variantını, C variantı və Y variantını ixtisar edirik. Ya A-da, ya da D variantımızdır. İkinci səhvdə usually verdiyinə görə indiki sadə axtarsaq, cavabımız D variantı olacaq. 71-ci testə baxırıq. When bağlayıcısı olan hissəni sadə axtarsaq, özü sadədə verib. Reçit keçmiş saatdə. Demək, əvvəlində keçmiş axtaracaq. O da olacaq Y variantı, was shining. Çünki bunların heç biri keçmiş zamanda deyil.
Növbətiyə baxırıq 72-ci testdə. Demək 72-də birinci dəfə usually verib, indiki sadə. İndiki sadə verdiyinə görə biz D-ni, Y-ni və B-ni atarıq. Sonra Mike da üçüncü şəxsin təkindədir. Biz də feilin sonunda S axtarsaq, düzgün cavabımız takes forması olacaq. Mike usually takes. Sonra 73-cü testdə baxırıq, if bağlayıcısını verib. Demək, bağlayıcı olan hissəyə uyğun zaman götürəcəyik. Ona görə A-nı ixtisar edirik, bir də C-ni ixtisar edirik. İndiki və keçmiş olduğunu bilmək üçün əvvəlki cümləyə baxırıq. Will verdiyinə görə, burada B variantı keçmişdə atırıq. Ya D-dir, ya da Y. İkinci mübtəda xəbər uzlaşması eləməliyik. Mübtədamıza da baxırıq, boss təkdə olduğuna görə allows götürəcəyik. Feilin sonunda S-lə. 74-də baxırıq. Demək, ipucu axtarsaq, birinci tərəfə ago, ikinci tərəfə today verib. Demək, birinci tərəfə ago verdiyinə görə keçmiş axtarsaq, A-da izi, D-də is və Y-də will-be-ni ixtisar edərik. İkinci tərəfdə isə today həm indiki sadədə də işlədə bilərik, bir də indiki bitmişdə də işlədə bilərik. Bu zaman ixtisara baxırıq ki, necə eləyək? Mübtəda xəbərə keçirik. It üçüncü şəxsin təkində olduğuna görə becomes formasını verməliydi burada D-də. C-də daha doğrusu ona görə səhvdir. Düzgün cavabımız B variantıdır. Burada tabesiz mürəkkəb cümlə olduğuna görə uzlaşma olmur. Hər cümlənin özünün zaman zərfinə görə ixtisar edirik. Növbəti testdə baxırıq 75-ci testdə. 75-ci testdə yenə bizə when bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zamanda axtarsam və yaxud da keçmiş davam ezdə axtarsam. A variantı are earning ataram, B variantı C-də will pay ataram. Sonra D variantında ümumiyyətlə bağlayıcının heç bir tərəfində hərfəz işlənməz deyilən bunu da buradan ixtisar edirik. Demək, ya B-dir, ya da Y-dir. Bu zaman baxırıq biz, indiki zadə yoxsa keçmiş götürsək. Y variantı paid keçmişdən ön indiki zaman uzlaşa bilməz. Düzgün cavabımız B variantımız olacaq burada. 76-da verilən olan hissənin sadə zamanda özü verib, keçmiş saatdə verib, digər tərəfinə keçmiş axtaracağıq. Belə bir qayda var, used to qaydasıdır. Used to qaydasında, yəni sualını didlə düzəldəndə used to qalır, inkarda didn't used to formasında olur. Demək, A variantı səhvimiz nədir? Didn't verib, used to-sını atmayıb, ona görə səhvdir. B variantı used to indikidə verib deyə səhvdir. C variantını saxlayaq, D variantı used to-sunu verməyib deyə səhvdir. Başqa cür istifadə etmək mənasına götürə bilərdik, amma cümlədə used play deyilən bir variantımız olanmaz. İki feil heç vaxtda yanaşı gələ bilməz deyə səhvdir. D variantı yenə didn't use olardı, amma to versiydi. Ona görə səhvdir. Düzgün cavabımız C variantı. Bu used to ifadəsi keçmişdə edib, indi etmədiyimiz və yaxud da keçmişdə etməyib, indi etdiyimiz hərəkətləri bildirir. Deyir, mən məktəbdə olanda mən basketbol oynayardım. İndi demək ki, oynamır, bu keçmişdə oynayıb. Ona görə. 77-yə baxırıq. 77-də yenə bizə ipucunu verib, verilən olan hissəni was keçmiş zamanda verib. A variantı didn't use olmalı deyə səhvdir. B variantı used to indikidədir deyə səhvdir, çünki was keçmişdə use götürə bilmərik. C variantı düzgünümüzdür. D variantı used'un to'su yoxdur. Y variantında isə didn't use'un to'su yoxdur. Cavabımız C variantıdır. İndi biz tərcümə edək. Deyir, mən uşaq olanda mən anamla çoxlu muzeylərə gedərdim. Demək ki, indi getmir. 78-ə baxırıq. At the age of 10 yazıb. Yəni ki, bu keçmişi ifadə edir. 10 yaşında olanda demək mənasını verir. 10 yaşında olanda used to-nu saxlayırıq A-nı. B-də use indikidə verib deyə səhvdir. Biz keçmişdən götürməliyik. C variant didn't use-un d-sını atmayıb deyə səhvdir. D-də used to olmalıdır. Y-də də didn't use to olmalıydı. Ona görə səhvdir. Düzgün cavabımız A variantıdır. Deyir, mən 10 yaşında olanda həftə sonları rəqsə gedərdim. 79-a baxırıq. Beyin olan hissələ yenə böyük keçmiş zamanda verib. Keçmişdə verdiyinə görə don't-u, sonra did olan yerdə idi atlarda yenə C-ni atarıq. Do indiki zamanda D ixtisar edirik. D variant didn't verib used'un d-sını atmayıb deyə səhvdir. B variantı düzgün variantımızdır. Sonra 80-ci testə baxırıq. 80-də if olan hissəni sadə axtarsaq, C və Y variantını ixtisar eləyərik. Digər tərəfində biz buradan görürük ki, bu will'in qısa formasıdır. Will olduğuna görə indiki axtarsaq B variantı ixtisar olunur. Ya A-dır, ya da D-dir. Tom da üçüncü şəxsin təkində olanda A variantımız waits formasını götürürük. 81-ə baxırıq. If bağlayıcısı olan hissəni sadə axtarsaq, A-nı, B-ni ixtisar edirik.
C, D, G variantımız olar. If olan hissədə sadə deyib saxladıq. Digər tərəfdə will gələcək zaman verdiyinə görə C variantı save-i ixtisar eləsək, ya D-dir, ya da Y variantımızdır. Bu zaman baxırıq, he verib və feilin sonunda S vermədiyinə görə D variantımız səhvdir. Mütləq mübtəda xəbər uzlaşması eləyin, çünki ona görə səhviniz çıxa bilər. Cavabımız Y variantı olacaq. Sonra 82-ci testə baxırıq. If bağlayıcısı olan hissəni yenə sadə zaman axtararsaq, want-u və will go-nu atarıq. Digər tərəfi gələcək zamanda verdiyinə görə apostroflılığını harda görürsünüz? Will gələcək zamandır, willin qısa forması. Ona görə went keçmiş zamanda atırıq. Yenə baxırıq mübtəda xəbərə görə Nick verib üçüncü şəxsin təkində, go deyil, goes formasını götürərik. 83-cü testə baxırıq. Demək, 83-cü testdə üzr istəyirəm. If bağlayıcısını verib, sadə zaman axtarırsam B-ni və Y variantını ixtisar eləyərəm. Sonra burada will gələcək zaman verdiyinə görə had keçmiş zamanda ixtisar eləyərəm. She, bu zaman mübtəda xəbər uzlaşmasına baxıram. She təkdə verdiyinə görə cavabımız has olacaq. Have cəmdə olduğuna görə səhv variantımızdır. 84-də baxırıq. If olan hissəni sadə zamanda axtarsam, B variantını və D variantını, Y variantını ixtisar eləyərəm. Sonra baxıram ikinci tərəfə, apostroflılığı verib, yəni gələcək zamandır. You will-dir, ona görə flew keçmiş zamanı ixtisar eləsə, cavabımız C variantı fly forması qalır. Növbəti testə keçirik, 85-ci testə. Demək, burada yenə bizə if bağlayıcısını verib, bağlayıcı olan hissəni biz sadə zaman axtarsaq, want gələcək zamana ixtisar eləyərik, will verəndə ixtisar eləyərik və D variantında will verəndə ixtisar eləyərik. Sonra baxırıq, ya B-dir, ya da Y variantımızdır. Biz də diqqət eləsək, qaydasız feillər əgər biliriksə, bilirik ki, V indiki zaman formasıdır, və onun keçmiş zaman formasıdır. Keçmiş zamanla da B variantında olan will gələcək zaman uzlaşmaz, düzgün cavabımız Y variantı. 86-cı testə baxırıq. If olan hissəni sadə zaman axtarsaq, A-nı, B-ni ixtisar eləyərəm. Digərləri olar. İkinci tərəfinə baxıram. Əgər mən birinci tərəfə it indiki zaman götürmüşəmsə, want gələcək zaman olar. Y variantı it indiki ilə didn't have uzlaşa bilməz keçmiş zaman. D variantında da ate keçmiş zamandır, have had indiki bitmiş zamandır. Ümumiyyətlə, if bağlayıcısı olan hissəsi olan cümlədə nə birinci tərəfdə, nə də ikinci tərəfdə heç vaxt indiki bitmiş zaman ola bilməz. Nə də have had üstə participle ola bilməz. 87-ci testə baxırıq. If bağlayıcısı olan hissəni sadə zaman axtarsaq, A variantında gələcəyi, C variantında da gələcəyi, Y variantı gələcəyi ixtisar eləyərik. Sonra uzlaşmalara baxırıq. B variantı need indiki ilə will land gələcək zaman uzlaşır. Amma D variantı need indiki ilə land t yazılan keçmişdir. Demək, uzlaşa bilməz. Mütləq qaydasını bilməlisiniz. Yəni, qaydasını bilmədən bu testləri işləmək çox çətindir. Qaydasız feilləri əzbərləsəz, mövzudan kənara çıxaq. Bu sizə sual cümləsində lazımdır, mürəkkəb tamamlıqda da lazımdır, məchul növdə də lazımdır, sonra zamanın özünə lazım olan bir qaydadır. Ona görə mütləq əzbərləyin. Sonra keçdik növbəti 88-ci testə. 88-də if bağlayıcısını verib, ikinci tərəfdə. Ona görə gələcək zamanları ixtisar eləsək, C və Y variantımız gedər. Sonra baxırıq zamanların uzlaşmasına. A variantı keep indiki ilə look indiki uzlaşar. B-də kept keçmişlə will gələcək uzlaşa bilməz deyə səhvdir. D variantı keep indiki ilə look indiki uzlaşar. Bu zaman mübtəda xəbər uzlaşmasına bir səfər keçirəm. You keep verib, olar A variantında. Amma room təkdə verib, look'un sonuna S verməli idi. Looks, üçüncü şəxsin təkində. Ona görə səhvdir, düzgün cavabımız D variantı olacaq. 89-cu testə baxırıq. Birinci tərəfdə yenə if bağlayıcısını verib. Biz willləri açsaq, Y variantı və D variantını ixtisar eləyərik. Sonra baxırıq burada, zevəcə təkdə olduğuna görə biz izləri vozlarda götürə bilərik. İndi keçirik uzlaşmaya. Is indiki ilə go indiki uzlaşar. B-də voz keçmişlə are indiki uzlaşa bilməz. C variantı is indiki ilə go is indiki uzlaşar. İkinci keçirik mübtəda xəbər uzlaşmasına. People-ı cəmdə verdiyinə görə go-nun sonu heç vaxt S şəkilsi götürə bilmək, düzgün cavabımız A variantı. 90-cı testə baxırıq, if bağlayıcısını verib. Biz burada gələcək açsaq, B və Y variantını ixtisar eləyərik. Sonra baxırıq, A variantı went keçmişlə will gələcək olmaz. Amma C variantı ilə D variantı olar. Bu zaman keçirik mübtəda xəbər uzlaşmasına.
Birinci tərəfdə you verib deyənə go verib düzdür. İkinci tərəfdə you verib, amma feilin sonuna C variantı S verdiyinə görə səhv variantımızdır. Düzgün cavabımız D variantı olacaq. Növbəti testə baxırıq. 91-ci testdə. Demək, biz burada baxırıq yenə if bağlayıcısını verib. Bağlayıcı olan hissədə will help-ləri atırıq, ixtisar edirik. Sonra keçirik hər iki tərəfin uzlaşmasına. B-də help it keçmişdən will finish uzlaşa bilməz. D-də helps indiki ilə will finish uzlaşar. Y-də helps indiki ilə finish it keçmiş zaman uzlaşmaz. Düzgün cavabımız D variantı olacaq. 92-ci testə baxırıq. If bağlayıcısı olan hissəyə yenə sadə zaman axtarsan, indiki və keçmiş sadə deyirəm, yəni B variantı will-lə, D variantı will-i ixtisar edərik. Sonra uzlaşmaya baxırıq. Yenə bizə burada qaydasız kömək edir. Qaydasızda understand indiki zamandadır, qoşu olan isə keçmiş zamandadır. Bir də belə sizə bir ipucu deyim. İndiki və keçmişi bir-birindən ayırmaq üçün həmin variantda will-in yanında olan formaya baxın. Will-in yanında verilən forması sözün həmişə indiki zaman forması olur. Ona görə, məsələn, mən B variantı will-in yanında understand formasına baxıram, indiki zamandır. Understood keçmiş zaman deyə ixtisar edərik. A variantı listen indiki ilə understand indiki zaman uzlaşar. C variantı listen indiki ilə understood keçmiş zaman uzlaşmaz. Y variantı keçmiş zamanın understand indiki zaman uzlaşa bilməz. Düzgün cavabımız A variantı. 93-ə baxırıq. If olan hissəni sadə axtarsam A variantı, C variantını ixtisar edərik. Uzlaşmaya keçirəm. B-də finish it keçmişdən go indiki uzlaşmaz. D variantı indiki ilə finish will go gələcək uzlaşar. Y variantı finishes indiki ilə will go gələcək uzlaşar. Sonra baxırıq biz burada növbəti ixtisarımıza mübtəda xəbər uzlaşmasına. Her friend təkdə olduğuna görə finishə S verməli idi. Ona görə səhvdir. Düzgün cavabımız Y variantı finishes will go olacaq. Növbəti testimizə baxırıq 94-də. If olan hissəni sadə zamanda axtarsaq biz, demək, want if-i görürük burada. Want-u, C-dəki də want-u ixtisar edərik. D variantı didn't olan yerdə prepared D olmalı deyildi. Ona görə Y variantı ixtisar olunur. Sonra keçirik uzlaşmaya. B-də don't indiki ilə can order indiki zaman uzlaşar. Amma D-də don't indiki ilə order keçmiş zaman uzlaşa bilməz. Düzgün cavabımız B variantını götürəcəyik burada. 95-də if olan hissəni sadə zaman götürsək, indiki və keçmiş sadə axtarsaq, D variantı will be-ni ixtisar edərik. Bu zaman uzlaşmaya baxırıq. A-da v keçmiş, tel indiki olmaz. B-də A indiki, told keçmiş olmaz. C-də A indiki, will gələcək olar. Y-də v keçmişdən will gələcək olmaz. Düzgün cavabımız burada olacaq, C variantımız. İndi sizdə bir sual yaranar ki, biz niyə burada N-i götürdük? Cümlədə inkar yoxdur, sual yoxdur. Qaydamızı həmişə yadınızda saxlayın. If bağlayıcısı olan cümlədə biz həmişə N axtarırıq. Növbəti 96-cı testə baxırıq. If-i verib ikinci tərəfdə. Sadə zaman axtarsaq biz burada, demək, if olan hissədə D variantında verse-dədik və gələcək zamanı atarıq. Ya indiki sadə, ya keçmiş sadə axtararıq. Biz bu zaman baxırıq burada, mübtəda xəbər uzlaşmasına keçsək, you-ya görə biz studies-i atarıq. Çünki üçüncü şəxsin təkində feilin sonu S qəbul edər. Ya B-dir, ya da C variantımızdır. Will gələcək zamanla da C variantı study, indiki sadə zaman uzlaşar deyə C variantıdır. Növbəti testimizə baxırıq. 97-ci testimizdə if olan hissəni sadə zamanda götürsək, indiki və keçmiş sadə götürsək, A-da will get və Y-dəki will get formasını ixtisar edərik. Sonra uzlaşmaya baxırıq burada. Demək, B-də get indiki ilə will go gələcək uzlaşar. C-də get indiki ilə will go gələcək zaman uzlaşar. Amma D-də got keçmişdən go uzlaşa bilməz. Sonra baxırıq burada, he verib üçüncü şəxsin təkində, ona görə də get axtararıq. Düzgün cavabımız B variantı. 98-ə baxırıq. If olan hissəni sadə zamanda axtarsaq, gələcəyi ixtisar eləsək. Bir də biz burada C variantını ixtisar edirik. Bu zaman uzlaşmaya baxırıq. Asks indikidir, translated keçmiş olmaz. Həmişə birinci bağlayıcı olan tərəfin zamanını deyin. Çünki tərcümədə də ora birinci gəlir. B-də asks indiki ilə will gələcəyi uzlaşar. D-də ask indiki ilə will gələcəyi uzlaşar. Y-də ask indiki ilə translate indiki zamanda uzlaşar. İndi baxırıq burada mübtəda xəbərə. You verib, you-ya görə biz feilin sonunda S-ləri atsaq, B variantı ixtisar olunur asks-a görə. Sonra qayıdırıq birinci tərəfdə mübtəda xəbəri uzlaşdırırıq. Friend təkdə verdiyinə görə biz burada əgər Y-ni götürəsi olsaq, translates götürməliydik. Ona görə səhvdir. Düzgün cavabımız burada olacaq.
ask və will translate. Növbəti 99-cu testə baxırıq. 99-da demək if bağlayıcısını verir. Bağlayıcı olan hissəni sadə zamanda axtarsaq, indiki və keçmiş saatdə axtarsaq, bütün variantlarımızı ixtisar eləyə bilmərik, saxlayırıq. Yalnız burada B variantını ixtisar eləyirik ki, he-yə görə have ola bilməz. İkinci tərəfə baxırıq, indi uzlaşmaya ixtisar edirik. A-da have keçmişlə will gələcək olmaz. C-də has indiki ilə will visit olar. D-də has indiki ilə visited keçmiş zaman olmaz. Y variantında has indiki ilə visit indiki zaman olar. İndi baxırıq mübtəda xəbər uzlaşmasında ikinci tərəfdə he verdiyinə görə visitə S verməli idi. Ona görə Y səhvdir, düzgün cavabımız C variantıdır. 100-cü testə baxırıq. Millions of birds verib, milyonlarla quşlar. Bizə bunu cəmdə verib. Demək, cəmdə verdiyinə görə belə anidən ağlıma gələn bir bunu ixtisar edirəm ki, moves feilin sonunda S-ə ixtisar eləyərəm. Bir də shall, çünki shall yalnız I və V-də işlənə bilir. If bağlayıcısı olan hissəni sadə axtarası olsam, digər variantlarım olar. Amma mən burada have-i buradan ixtisar eləyərik, çünki if bağlayıcısının heç bir tərəfində indiki bitmiş olmaz. Ya bizim burada B variantımız, ya da D variantımızdır. Winter təkdə B variantda da came keçmiş zamandan are indiki zamanı uzlaşmaz. Düzgün cavabımız D variantı. 100-ə qədər bir bölmənin izahını verib indi YouTube kanalına yerləşdirəcəm. Növbəti testin ardını isə növbəti də izah edəcəm, çünki bir videoda çox yüklənmə olmasın. Sağ olun, testin ardında görüşənədək.